Terapiyanın ümumi gedişatını deyən pasientlərə hər dəfə seanslarında deyilir, amma insanlar istədikləri, eşitmək istədiklərini eşitmək istədiyi formada eşidirlər. Onlara sərf edən tərəfini eşidirlər. Ümumi deyim ki, hər hansı bir insan psixoloqa gedən zaman, psixoloji terapiya alan zaman nələr diqqət etməlidir? Birincisi, hər hansı bir problem, məsələn, yeniyetmələrdən tutaq, dərs oxumaq istəmir, amma onun incəsənətədir, maraqlı düzdür. Valideyn neyniyər? Onu deyir ki, seansa gələn zaman dərs oxusun istəyirəm. Amma bu uşağı psixoloqa getdin, dərs oxuyacaq deyə bir şey də yoxdur. Psixoloq, siz nə düşünürsünüz ki, psixoloq dərs oxutduracaq sırası uşağa? Atacaq, valideynin istəyini yerinə yetirəcək. Məsələn, incəsənətə getmək istəyirsiniz? Psixoloq neyniyir? O insanın, gələn insan, valideynin və yaxud ki, ikinci şəxsin, ərin, yoldaşın, ananın istəyini həyata keçirmək yox. Qarşında olan uşaq gəliblər, düzdürmü? Hansı uşaq gəlib? Məsələn, bu yeniyetmə uşaq ola bilər, yetkin uşaq ola bilər. Ərə getməyi istəmir, ana atanın seçdiyi bir insana, səbəbi var. Çünki sabah o insana o yaşayacaq da, düzdürmü? Burada psixoloq düşünün ki, siz öz ən azı bir yerinə qoyun psixoloqa, empatiya qurun ki, psixoloq burada kimin arzusunu həyata keçirməlidir? Arzu həyata keçirən bir nə deyək, adı nə deyək? Psixoloq burada ümumi situasiyanı dəyərləndirir. Gələn pasiyentin vəziyyətini, onu gətirənin vəziyyətini, ümumi bir vəziyyəti məntiqli deyirsinizsə, məntiqli bir çözüm göstərir sizə, hansı ki, görünməyən bir tərəf. Onu göstərir. Məsələn, o uşaq universitetdə qəbul olmaq istəmir, falan yerdə qəbul olmaq istəmir. Amma valideyn deyir ki, o getməsin deyə mən burada istəyirəm, düzdür. Əgər sən uşağın düşüncələrini empatiya qura bilmirsənsə, uşaqla, onu öz uşağının yerinə qoya bilmirsənsə, özünü valideyn olaraq, sənin də eynisini anan yaşadıbdır deyə, eyni proqramı çözmədən, zəncirvari davam edirsən, psixoloqa gedərək o zənciri qırmasın, getməsin, dəyişməsin. Psixoloq səni insanlardan ayıracaq, özünə, öz həyatını eləyəcək, öz həyatını düzənə salacaq. Əslində, məntiqli bir alt mənası nədir? Səni insanlardan ayıracaq və yaxud da ki, sənə doğru olmayan, nə bilirsən doğru olmayan? Çünki sənə sərf etməyən olduğu halda, sənə sərf etmədiyi üçün sən onu pisləməyə çalışırsan, dərsləşdirməyə çalışırsan getdiyi yolu. Ana uşağına deyir ki, sənə psixoloq lazım deyil, mən varam. Çünki ana öz anasına necə asılı olubsa, istəyir ki, onun uşağı da ondan elə asılı olsun, proqramı, o zənciri qırmasın. Birdən sərbəst olar, öz həyatını, öz məqsədini, həyatını istədiyi formada davam edə bilər. Bəli, o uşaq bəzən düşünə bilərik ki, doğru yolda deyil də, seçim, incəsənəti seçsə və yaxud da ki, hər hansı bir idmanı, təhsildən kənarda. İnanın ki, istənilən insan, bu qədər dünyada uğurlu insanlar var da, hər sahədə. Hər sahədə. İnsan düzgün və doğru yolda olarsa, seçdiyi sahədə, yəni pozitiv tərəfindən gedərsə, seçdiyi sahənin negativini seçmək yox, pozitivini. Məsələn, bir proqramist olaraq, bir haker olaraq uğurluqla məşğul yox, dövlət tərəfindən təsdiq olunmuş qayda qanunla hərəkət edərsə, istənilən sahədə qayda qanunla hərəkət edirsənsə, sən doğru yoldasan və sən heç vaxt düzmürsən. Və psixoloq da heç bir zaman bir insanı yanlış yola çəkə bilməz. İkinci məsələ, nəyə diqqət edək psixoloq seçən zaman? O zaman psixoloq qeyri-profesional ola bilər ki, məsələn, psixoloq adı altında koç ola bilər, qeyri-ixtisas sahəsi ola bilər və bu işin profesionalı olmayan insan ola bilər ki, həmin insan özünə bir yaramayıb, başqasına yaramağa çalışır. Məsələn, öz komplekslərini çözməyən, öz utancaqlıq, komplekslər, problemlərini, şəxsi, istənilən problemi çözmək və onun üzərində işləməyən bir psixoloqdursa və kompleksləri hər hansı bir əməliyyatla örtüb, bastırıb, həll etməyə çalışırsa və onu təbii yolla həll etmirsə, bəli, qeyri-profesional olduğunu göstərir. Ən azından görəcəyiniz budur. Amma yəni, psixoloqa gəldiniz ilk öncə. Siz pasiyent gələn kimi söz ver,
sonra söz ver ki sağalacaq, söz ver ki bu alınacaq. Bu söz vermək, hesab sormaq, bu qeyri-etikdir və qeyri-insani bir davranışdır. İstənilən əməliyyat olsun, düzdürmü? Həkim ona qarantiya verə bilmir ki, bu əməliyyat necə keçəcək. Pozitivindən yaxınlaşır, düzdürmü? Maksimum bacardığını, əlindən gəldiyini etmək. Bu o demək deyil ki, məsəl üçün, əməliyyatda o pasiyent həyatını itirdi, düzdürmü? Nə isə düzgün getməli və gözlənilməyən bir şey baş verir, düzdürmü? O insan deyir ki, amma düzəlməsini istəyirəm də. Bunun riski gözü alaraq, düzəlməsini istəyirəm ən azından. Ən pik, ən son halda olan zaman. Amma psixologiyada bu əməliyyatdan fərqli olaraq insan həyatını itirmir, ən azından həyatına, ən azı yox, çox bir faizdə həyatını geri qaytarır, çox faizini geri qaytarır və bu davamlı olarsa, davamı gələrsə, daha çox üstünə yığılır. Yəni, nə qədər də şuuraltıda problemi həll edərsən, o qədər irəli gedərsən. Gəlib çatan ki, bu problemi söz verir ki, bir kursa həll olunacaq. Məsəl üçün, pasiyent bunu qısa müddətli və dəyərsiz bir problem kimi baxa bilər. Çünki problem onun üçün, ona görə dəyərsizdir. Onun üçün o problemə görə əziyyət çəkmək, onu həll etmək, əziyyət çəkməkdir. Dəyməz deyir. Yəni, deyir ki, bir aya söz verir ki, düzələcək. Psixoloq heç bir zaman söz vermir. O gedişatda düşünün ki, ən azı 21 günlük bir kurs, bir aylıq kursda. Düşünün ki, yəni görünməyən tərəflər var. Bilinməyən psixoloq hər şeyi ilk diaqnostikada görə bilməz. Onu deyim. 50% görə bilər, 50% bilə bilər, 100% bilə bilməz. Çünki insan şuuraltısı o qədər profesional şəkildə problemləri gizlətməyə meyillidir ki, onu həll etməsin, o görünməsin. Görünməz tərəflər o qədər çoxdur ki, ən azı 3-4 seansı tam görə bilərsən. 3-4 seans. Bir seansda diaqnostikada onun 50% görünür. 3-4 seansda isə tam bilə bilərsən ki, bu bir aylıq proqram deyil. Yəni, mən praktikam məsələsə 3-4 seansda bunu deyə bilirəm. Amma digərləri İlk 3 baxaq görək nə deyir, sonra davam edərik, etmərik. Davam etmərik o psixoloqun bacarmağı şansına bağlıdır. Bu işi nə dərəcə profesional bacarır. Amma ilk ən gizlənilməyən hal belə 4 seansda özünü göstərir. 2-4. Və hesab sormaq, söz vermək bu qeyri-profesional işdir, qeyri-etik davranışdır. Psixoloq heç kimə söz vermir, heç kimə bunu hər dəfə deyirəm, hər dəfə də yəni, insan eşitmək istədiyi qədərini eşidir. Heç kimə hər hansı bir problemi həll etmək üçün 1 seansa, 5 seansa, 100 seansa həll olunacaq yox. Sən nə qədər onu istəyəcəksən, nə qədər hazır olacaqsan və üstəlik də uşaqda olan problemlisə, bunu valideynlər şuuraltılarında bloklayırlar və yaxud da ki, harasa qədər getməsin problemi, həll olunmasın. Yəni, bu o qədər çətin prosesdir ki, uşağın, biz məntiqdə istəyirik, məsəl üçün, istənilən valideyn istəyir ki, uşağında hər hansı bir psixoloji və fizioloji problem olmasın. Amma şuuraltında o problemin olması və həll olunmaq istəməməsi o qədər problemə bağlıdır ki, həmin ananın şuuraltısında uşağının öz anasından bağlı olan problem, bir başqasından bağlı o qədər, yəni uşaq varsa ortalıqda, o ana öz travmalarını uşağı yükləyir. Uşağın özünün aldığı travmalar da ona yüklənir. Bu proses o qədər ciddidir ki, və ona görə də biz deyirik ki, biz bunu həll etməyək, işi qalsın, belə davam edək, belə rahatdır həyat. Amma həyat rahat olmur. Niyə rahat olmur? Çünki insan bir problemi həll etmək istəmədikcə, onu bastırdıqca vəziyyət intihar halına kimi gəlir. Nəfəs ala bilməyəcək hala gəlir. Düşüncələrin susmayacağın, depressiya, qorxu, panik atak. Biz bunu gündəlik həyatımızda uşaqlarda o qədər özümüzlə məşğul oluruq, düşüncələrimiz, öz problemlərimiz o qədər çox olur ki, düşünürük ki, ona vaxtım yoxdur uşağın vəziyyətini görməyə. Hətta evdə artıq bir neçə uşaq varsa və yaxud da evdə olan digər insanlarla ananın başı qarışıqdırsa, qonaq, gələn, gedən, çoxlu, yəni ananın şurası ona artıq çox qarışıqdırsa, heç görmürük uşağın vəziyyətini. Çünki öz vəziyyətimiz daha da pis vəziyyətdir.